Salam əziz və hörmətli dostlar, xoş gördük. İnsaf Əli Hidayətəm və Güney Azərbaycan Milli Fəallar üçün jurnalist dərslərinin 33-cü qismətinin birinci bölümü, yəni Əlifi ilə xidmətizləyəm teori olacaq bəhsimiz. Keçən dəfə yadınızda olsa, nəslin dəyişməsindən və inqilab eləməsindən danışdıq. Dedik ki, hər nəsl bir dəfə inqilab elər və hər nəsl 30 ildən bir tazalanar, yeni nəsl gələr meydana və yeni nəslin təcrübəsi olmadığı üçün inqilaba hazır olar və inqilab eləyə bilər. Amma məchul yazmaq, əgər bir neçə nəsl, məsələn, məşrutədən tutun, Azərbaycan hər 33 ildə bir dəfə qətliama məruz qalıb, bir dəfə istibdada məruz qalıbdır, bir dəfə ağır bir baskıya məruz qalıbdır, hər 30 ildə. Və beləliklə demək olar ki, məsələn, 5 nəsl, bəlkə 6 nəsl məşrutədən bu günə qədər Azərbaycanda qorxunu təcrübə edibdir. Qorxunu illər boyu yaşayıbdır. Siz fəqət 57 və Ayətullah Şəriət Mədari məsələsini hesablayın. İndi 57-dən 40 il geçir, 40 il və mütəəssifanə 40 ildən sonra Ayətullah Şəriət Mədarinin tərəfdarları ki, o zaman 30, 40, 20 yaşları var idi. İndi 80 yaşları, 70 yaşları, 60 yaşları, 50 yaşları var. Hala cəsarət edib Şəriət Mədarinin adın dillərinə gətirəmirlər. Siz istibdadın, dərinliğin, ağırlığın, zorun, fişarın görün millətin üstündə. Yəni, onlar ki, Şəriət Mədarçıdılar 50-40 ildən sonra belə adın dilə gətirə bilmirlərsə, onun haqqında danışa bilmirlərsə, qorxurlar Şəriət Mədarının adını dilə gətirsinlər. 40 ildə o qorxu bu ailədə və bu toplumda, ictimada, camiədə dəruni, içə çevrilir. Yəni, insanlar iç-içdən öz içlərindən qani olublar. Özlərin qani eləyiblər ki, mən Şəriət Mədarinin adını dilə gətirsəm tutularam. Necə ki, pişəvəri dövründən sonra, pişəvəri dövründə o gözəl təcrübəyi tarixini görən insanlar, o qətl-amın qabağında, o zorakılığın, o zindanların, o öldürmələrin, o şikəncələrin, o əziyyətlərin, o işsizliklərin dalısında Təhtə yol nə oldu? O böyük şəhidimizə lənət demək, ona tohin eləmək, onu təhqir eləmək, onun ziddinə yalan deməklə mən rejimin tərəfdarıyam. Mən əmniyyət istəyirəm, mən rifah istəyirəm, mən iş istəyirəm, mən güc istəyirəm deyə onlara yalan atmaqlar oldu. Necə ki, Riza Palani gələndən sonra hətta Qacarlar belə o qorxu, o baskı, o edamlar, o adam cırmaqlar, o adamı ikiyə bölməklər, o adamı diri-diri yandırmaqlar insanlara bunu gətirdi ki, mən hər nə Qacar dövrəsində var danım və hər nə var onun ziddinə deyim, pis görsədim ta rejim hakim, Pəhləvi rejimi məni öldürməsin, işimi əlimdən almasın, ailəmə zərər verməsin. Bu, o istibdadın ağır təsiridir. Ki, əvvəldə istibdad həmişə, əvvəldə aktivləri, ya fəalları, ya çalışqan insanlarımızı hədəfə alar, amacı olar, onları vurar, onları tutar, onları şikəncələr, onları ağır zindana verər. Bununla camiədə insanlara mesaj göndərər, pəyam verər, söz verər ki, baxın,
hər kəs bu adamın yolun getsə, buna tay fikir eləsə, bu sözü ağzına getirsə, bu işi görürsə, yəni hər cəhətdən də tutar, mən onu tutaram, asaram, kəsər. Bu qorxunu hökumətlər zorla insanların canına getirmək istərlər. Hər nə qədər eləyə bilər, bu qorxunu uzun zaman içində saxlayalar camiənin içində, camiə belə qorxuya adət edər. O ictima, o toplum, o kənd, o şəhər, o məhəllə o qorxuya ağır elər. Adət elər. Onu mənimsər. O cür yaşamağı özünə adi bir iş bilər. Məsələn, Allah rəhmət eləsin, bizim famililərimizdən biri var idi, edam oldu. 60'da, 61'də edam oldu. Mücahid zat da dəyildi. Xiyabanda keçəndə cavan danışçı, dövrəyə darusazi danışçısı, dava dərman danışçısı bu xiyabandan keçəndə bir ittilayə verirlər. Bu ittilayəni alır, qoyur cibinə ki, oxuyaram görüm nədir, ya da alır, qoyur cibinə danışçıdır belə xərə. Və elə 10 qədəm getməmiş, bəlkə də o ittilayəni verən dövlət məmuru özü adamı tuturlar, aparırlar, edam edirlər. 1-2 ayın içində adamı edam elədilər. Çox işgəncədən sonra. Bizim kəndlilərimiz ki, əksərən savadsız, siyasəti bilməyən bir insanlardılar, hamısı qorxudan o adamın adını tutmazlar belə. Mən 28 illik jurnalistlik edirəm. Bu adamların bir çoxu mənim ailəmlə səlaməlik eləməzlər ki, çünki insafəli tutulur, biz də tutula bilirik. İndi də ki, xariciyə çıxmışıq biz, ya Türkiyədə olanda, ya Kanadada olanda, geri də bizlə heç kəs danışmaz, əlaqəyə girməz, çünki insafəli xariciyədədir. Dövlət buna zidd inqilab deyir. Beləliklə, yəni hər famildən Azərbaycanda məşrutə dövründə, Riza Palani dövründə hər Azərbaycanlıdan Riza Palani gedəndən sonra 2-ci Dünya Savaşının axir illərində öldürməklə Ayətullah şəriət-mədarı hərəkatı ilə onda hər ailədən bir nəfər tutub edam eləməklə, öldürməklə, zindana salmaqla, işin əldən almaqla, idarədən ixrac eləməklə, yəni adamları işsiz qoymaqla. Və sonralarda milli hərəkətin, Azərbaycan milli hərəkətində çalışqanlıq, dostların biri ilə bugün bəhs edirdik. Buna milli hərəkət deyək, ya çalışqan deyək. Çünki Türkcəni biz Türkçə danışmalıyıq, milli fəal deyəndə yarısı Türkçə olur, yarısı ərəbcə olur və bu şeydir, düz deyil. Hər halda bu da bir bəhsidir. Amma o milli hərəkət dediğin adamlar Urmu gölü üçün fəaliyyət edənlərdən çox tutublar. İstirlər deyərlər ki, hər kəs Urmu gölünə görə çalışsa tutar, bəs Urmu gölünə görə danışmır. Ana dilinə görə danışanları tutublar. Ana dilinə görə danışmır. Qanun əsasının icrasını eləmək üçün, icraya getirmək üçün fəaliyyət edənlər tutublar. Danışmır. Danışsaz tutar o. Azərbaycanda iqtisad yoxdur. Mədənlərimizi talan edirsiniz, aparırsınız, adamları tuturlar. Sən niyə danışırsan? Ağa işsizlik Azərbaycanda dərinləşir, çoxalır, gündən yekəlir. Bunları tuturlar, xaricələri falanları tuturlar, danışmıyor. Ağa bu idarədə fəsad, fəhşa, münşərat filan apardı, bu məvaddum xəddir, o, bu filan, hər nədən danışırlar, hər ailədən bir nəfər, 2 nəfər tutulubdur. Zindan təcrübə etdi, insanların rejim bir bərnamə ilə insanların hamısının canında bir qorxunu salıbdır. Yəni insanların canında bir qorxu var.
O qorxu təəssüflə bahis olur ki, toplum bir dana mərizçiliğə mübtəla olur. Dedim, bu mərizçilik tarixi bir sürətdə dədədən balıya, nənədən balıya gəlir. Famildən familə gedir. Mənimsəşilir beləsi olmaq, qorxuda yaşamaq. Vaqiyyət budur ki, inqilab dövründəki qorxu indi yoxdur. Yəni, inqilab dövründə 57-dən danışırıq, şəriətmədarın adını tutmaq edam demək idi. Edam olmaq idi, zindana getmək idi. Hər kəs istirdi, işin əldən verməsin, bazarda, tükanda olsun, məcbər ziddi vilayət fəqihi, yəni şəriətmədarını deməli idi. Ta Azərbaycan ittifaqən o yerlərdən idi ki, məcbər ziddi vilayət fəqihi hər yerdən çox deyirdi. Çünki bu şüarın altında gizlənin məni edam eləməsinlər, tutmasınlar, işimi əlindən almasınlar, ailəmə zərər verməsinlər deyə bir fikir var. Uşaq istir danışa, danışma. Tutarlar, apararlar, ağlın yoxdur, filan yoxdur, zindana salarlar, filan elərlər, Urmuc ölündən danışma, tutarlar, apararlar, gətirərlər, ana dilindən danışma, baba türkü nədir, ondan ötürü danışırsan, türkdən ötürü, bu dillə bir zaman ya rəsmi olar, ya rəsmi olmaz, canıva əldən vermə. Bunlar o şeylərdir ki, səbəb olur insanlar qorxunu mənimsəsinlər. Bu dövrdə bir iddə insanlar məchul yazmağa və məchul olmağa adət edir. Yəni, bir iddəsi, necə hizblər zirzəmini olur, zirzəmilərə girirlər, yer altına girirlər, qaranlıqlarda olurlar, heç kəs istəmir adı bəlli olsun, hangi hizbidəndir, hangi hizbə əlaqəsi vardır, bunlar görsəsin. Bu bir dana fərhəngə, kültürə çevrilir. Bir kültür olur. Bir ictimai norm olur. Norm-u ictimai. Rivali ictimai. Yəni, camiə buna adət edir ki, elə beləsi olur. Bir dənə fərhəng yaranır yazılıqda və danışmaqda. Məchuldan. Demir ki, İnsaf Əli dedi. Dedi ki, deyilir. Kim deyir? Mənbəyi bəlli deyil. Beləsi deyəndə iki dənə ittifaq düşür. Bir var deyəsən, İnsaf Əli, Həsən, Hüseyin, Əhməd, Günas dedi, o, bu dedi. Yəni deyirsən ki, mən bunlara qulaq asıram. Mən bu sözə inanıram. Onda özünü qoyursan güllənin qabağına, məni edam edeyim. Məchul danışanda deyirsən ki, beləsi dedilər. Kim dedi? Ha zaman dedi? Nə dedi? Nə dedisi bəlli olur, qalanı bəlli olmur. Yəni, məsuliyyəti atırsan özündən. Elə bir ki, bunu bir kütəbacıdan eşitmirsən. Bəlli olmayan bir adamlardan eşitmirsən. Etiqadında yoxdur. Diqqət buyurursun, nə olur? İndi bir neçə cümlə, məchul cümlə danışaq. Ta görək ki, biz nə cür danışıq. Deyirlər, filan kəs tutulubdur. Bir iddə qanuni əsasinin icrasını istirlər. Mən yəni istəmirəm, ha. Bir iddə pantürkistlər ana dil istirlər. Yəni, mən pantürkist deyirəm, bir iddə pantürkistə ana dil istirlər və mən istəmirəm. Onları da tanımıram, əlbəttə. Bir iddə insanlar Urmuc gölün su gəlsin, dövlətin qabağında durur. Urmuc gölündə su istirlər. Bir iddə insanlar var, federalistdirlər. Bir iddə insanlar var, deyirlər ki, vətən Azərbaycandır, İran deyil. Bir iddə insanlar var, İrançıları panfars deyə, pan-İrancı deyə
vururlar. Bir iddiədə insanlar vardı, pan-türklər, pan-Azərbaycancıdırlar. Yəni, bunları görsəz, diqqət buyurun, hamısında məhsul danışır. Məhsul danışmağın əsərlərini sizə deyim. Yazmağımızda da bu cürdür. Yəni, biz bir dana məqalə yazırıq, orada yeri, göyü bir-birinə tikirik ki, bəlli olmasın. Nə yazan bəlli olsun, nə yazanın fikri bəlli olsun, nə mənbə bəlli olsun, nə tarix doğru düzgün bəlli olsun. Heç zadı bəlli etməyə çalışmır. Çünki istəmirik, düşmənə bir iz buraxaq ki, o gələ məni tapaq. Amma mən tutulmayayım da, sözümü də deyim, adamlar baş taparlar. Amma bu fərhəngin bizə çox ağır, mənfi təsiri var. Çox ağır, mənfi təsiri var. Nədir? Onları danışaq. Bu günləri mən çalışacağım bu məhsul yazmağı açıqlayan. Hər dəqiqədə əgər bir dana bəndi desəm, bəlkə 20 dəqiqə bu haqda danışaram. Umaram ki, bir dəqiqə də yarım, 2 dəqiqə hər bəndi deyəm. Məhsul yazmaq bir tarixi sürəcdən keçəndən sonra insanlar bir dərin qorxunu, edamı, zindanı təcrübə eləyəndən sonra iç istəyinə çevrilir. Bir növ yaşam tərzi, bir növ yaşam yöntəmi olar. Pəs bir tarixi sürəcdən sonra yaşama çevrilir. Bir yaşamdır, gizlində yaşamaq, qaranlıqda yaşamaq, hədəfdə olmamaq. İkinci, bu məhsul yazmaq, məhsul danışmaq və məhsul olmaq. Məhsul yazmağı, danışmağı dedik, məhsul olmaq. Məhsul olmaq budur ki, mən öz adımdan danışmayayım. Mən adımı qoyum Ərsəlan, Alp Ərsəlan, Səhənd, Savalan, Dəniz, Uqyanus, Ay, Günəş, İldırım, Qasırqa, Tufan. Bir ad qoyun ki, hər halda onu axtarsa dövlət məni tapmasın. Mən özüm bir zaman bu işi gördüm. Yəni, o zaman Ruznamə Səlamda yazırdıq, biz də yazılarımızın əsasında pul alırdıq. Birdən görürdün ki, adam istəyir bir gündə 2 məqalə yazsın. Deyirlər ki, olmaz. Sən bir ad 2 məqalə yazanmaz Ruznamə. Gərək biri adsız ola. Ya gərək adsız ola, ya da müstəarı ad seçilir. Mən bəzən xanımımın ya bir dostum var idi, onun adını yazardım. Çox az, bəlkə 10-dan azad beləsi yazdım. Sonra gördüm ki, məsuliyyətindən qaçıram. Bəs bu məsul olmağın bir sürəci də bundan qorxuruq ki, bizi tutacaqlar, bizi zindana salacaqlar, şikəncə eləyəcəklər, mühakimə eləyəcəklər, edam eləyəcəklər, işimizi əlimizdən alacaqlar, müşkül çıxacaqlar. Yəni, bir qorxu var canımızda. Tarixən bir qorxu, xanəvadınca dedim, məsələn, əvvəl İnqilabda 2 gidən məvadlı müxəddiri edam elədilər, indi tonla gəlir, aparır, edam eləmirlər. Hər kəs məvadlı müxəddir çəksəydi, edam olardı, indi edam olmur. Hər kəsin cibində bir elamiyyə tapılsaydı, edam olardı, indi fəal da olurlar, gedirlər, farsları deyirəm hələ, Azərbaycanlarda danışmıyorum, gedirlər dövlətin qabağına, rapimalıq ilə filan bəhman edam olunmur. Amma indi adamlar Azərbaycanda o zamandan çox qorxurlar. İndi adamlar Azərbaycanda inqilabdan çox qorxurlar. Çünki 40 il qorxu demək ki, bir nəsli yox, 3 nəsl. Bir o nəsli ki, inqilabda 20 yaşdan yuxarı idi. Yəni,
Yax 16-17-dən yuxarı idi. Onlar edam olublar çünki 14 yaşında adam edam olubdu İranda, Azərbaycanda. Bir nəsl İnqilabda doğulanlar idi ki, indi onların 40 yaşları vardı, ikinci nəsilləri gəlibdi. Bir nəsl də indi doğulanlardır. Yəni 3 nəsl ələn görürsünüz ki, 40 ilin içində bir qorxunu təcrübə edirlər. Bunlar hər cürə qorxudan uzaq gəlmək üçün özlərini nəkərə, məchul tutmalıdırlar. Niyə məchul tuturlar? Əvvəl bu ki, sistemi ictimai və siyasiyə etimadları yoxdur. Sistemi siyasi və ictimaiyə etimadları olmadığı üçün onu naməşru bilirlər. Bilirlər ki, sistemi siyasi və ictimai qanuna, əxlaqa, insaniyyətə etiqadı yoxdur. Sistemi siyasi və ictimai hakim heç növ məsuliyyət götürmür. Qeyri-məsul, mafiyayı bir sistemdir. Sistemi siyasi hakim əgər məsuliyyət götürsə, deyir, ağa, mənim bir qanunum vardı. Bu qanunun əsasında hamı məsələn ana dilində danışa bilər, Azərbaycanda danışa bilər, yəni bunlar üçün fəaliyyət edə bilər, hizb qura bilər, rahimalıq edə bilər, çünki qanundur. Mafiya nədir? Mafiya budur ki, qanun var, mənə nə var? Mənim istəyim beləsidir, mənim mənafiyim beləsidir, bu mənafiyim üçün mən adam öldürürəm. Bu mənafiyimin ziddinə olanları da öldürürəm, məndən rəqib olanları da öldürürəm. Amma bir siyasi, məsul dövlət deyir, bir qanunum var. Bu qanunun əsasında hər kəs işləsə, tamam, qəbulumdur. Hər kəs bu qanundan eşiyə çıxsa, istəsə, bu dövləti yıxsın, mən onunla müxalifəm. Amma indi Güney Azərbaycanda və İran adlanan məmləkətdə, məmalikdə, məmləkətdə yox, məmləkətlərdə qanun çərçivəsində işləmək, mafiya ilə mübarizə eləməkdir. Yəni bu günləri Cumhuri İslami əgər ana dili haqqında danışırsan, yazırsan, səni tutursa, əgər bir hizb qurursan, ya bir hizbdə fəaliyyət edirsən, səni tutursa, əgər iqtisadi bir fəaliyyət edirsən, səni tutursa, əgər bir siyasi yazı yazırsan, səni tutursa, əgər bir dini baxışın var, səni tutursa, əgər bir filan baxışın var, səni tutursa, qanun əsasının ziddi nədir? Mafiya bir dövlətidir. Məsuliyyət götürən bir dövlət deyil. Çünki qanun çərçivəsində sənin haqları taplamağa çalışır. Sən istəyirsən qanun çərçivəsində çalışasan, o dövlət, o mafiya sənə özünə rəqib görür. Niyə biz pan-farsliyə, pan-iranistliyə danışırıq? Çünki Azərbaycanı, türkü və türkü dili Azərbaycanlı bir rəqib görür ki, o qədər ciddi rəqib ki, bunu öldürməsən, bunu mühakimə eləməsən, bunu zindana salmasan, bunu qorxutmasan, bu gələcək mənim əlimdən alacaqdır. Əslində demokrasi ziddinə bir hərəkət, mafiyayı bir hərəkətdir. Onun üçün biz onun qabağında əksüləmə göstərməliyik. Çünki qanun deyil. Çünki bunun qaziləri, hakimləri, nümayəndə məclisi, dövləti hamısı mafiyadır. Mafiyanın şəraiti əslə budur. Siz bir məsuliyyəti ictimai götürən dövlətlə tərəf olsaz, o deyir, bu mənim qanunumdur. Bu mənim qanun əsasımdır, bu da mənim qavanin cinayimdir, bu da mənim canəndəcilik qanunumdur, bu da mənim nə bilim çek qanunumdur, bu fəaliyyət siyasi qanunumdur, bu mətbuat qanunumdur, bu da qanunlarım var. Hər kəs bu qanunda azadlı yazsın, fəaliyyət eləsin. İndi mən qoymaram Azərbaycanda bir hizbi düzəlsin, qoymaram Azərbaycanda bir bank düzəlsin, qoymaram Azərbaycanda Urmuc gölünə su aparmaq üçün fəaliyyət olsun, qoymaram. Yəni bu bir mafiya. Və mütəəssifanə İran dövləti mafiya əsasında idarə olur. Danışanda özləri su mafiyasından danışırlar, amuzəş və pərvəriş mafiyasından danışırlar, iqtisad mafiyasından, varidat mafiyasından, sadirat mafiyasından, pambıq mafiyasından, ağac mafiyasından, şəkər mafiyasından, duz mafiyasından, paltar parça mafiyasından, nə bilim, hər şeydə mafiya var. Yəni bu dövlət mafiya dövlətidir. Neft mafiyasından, iskilə mafiyasından,
dünyanın ən böyük qaçaqçı dövləti İran dövlətidir. Niyə? Çünki dünyanın heç yerində qaçaqçıları bimə eləməzlər. Amma İran dövləti nəinki indiyəcən qaçaqçılara təşkilat düzətmişdi, onları dövlət əli ilə, pasdaran əli ilə aparırdı, gətirirdi. Bəlkə bugündən sabaha qədər daha çox olacaq. Çünki yavaş-yavaş dünya gedir, biraz İrana baskını soxatsın. Onun üçün də bu mafiyalığa daha mafiya olacaqdır. Pəs biri də budur ki, o İranda çalışan bir insan bir mafyalarla, bir çox mafyalarla ki, onun da başında bir mafya dövlətçilik var və dövlət adı altında, dövlət adı qanun adı deməkdir. Qanun adı altında mafyaları idarə edir və mafyalar müxalifləri aradan aparırlar. İdarə ittilaat özü bir mafyadır. Çünki milli mənafe üçün çalışmır. Bir qrupun mənfəətlərini təmin eləmək üçün. Onlar daha çox təpavül eləsinlər. Daha çox fikirlərin camiəyə soxsunlar. İttilaatın işi bu deyil. İttilaatın işi budur ki, əmniyyəti yaratsın, hamle eləyə bilsin. O əmniyyətdə fikirlərini qoysunlar ortaya, camiə tərəqqi eləsin. Mafiyanın işi budur ki, heç müxalif fikir tapılmamalıdır. Hətta rəqib fikir tapılmamalıdır. Çünki mafiya rəqibsiz olmalıdır. Qaçaqçılıqda 2 dənə mafiya olursa bir-birləri ilə savaşarlar. Qaçaqçılıq yaddan çıxar. O zaman qaçaqçılıq əmniyyətlidir ki, bir mafiya olur. Çünki onda bir-birlərinin işlərinə tədaxül eləməzlər. Hərdən ki, görürsünüz, qaçaqçı kürdləri vururlar. Buna görə ki, onlar dövlətə, o əsli mafiya işləmirlər, ayrı mafiya işləyirlər. Hərdən bir görürsünüz ki, bir qaçaqçı, məvadlı müxəddir qaçaqçısını tuturlar. Buna görə ki, o əsli mafiyaya işləmir. Özü istəyir bir ayrı mafiya yarasın, özü ya, məsələn, çox sıqqılı qaçaqçılıq istəyir eləsin, bir şey, məsələn, pul qazansın. Onlar hətta onu istəmirlər görərlər. Pəs bu, mafiya dövlətçiliyi. İranda dövlət-i qanuni və məşrudan danışmaq olmaz, mafiyalar dövlətindən danışmaq olur. Bu mafiya fərhəngidə var, dedik, ruznamələrdə var, kitablarda var, radio, televizyonlarda var. Məsələn, İranda sizin həqqiniz yoxdur. Bir radio, televizyon qurasınız, İran dövlətinin ziddinə yox. Ondan müvazi, ondan çiyin-bəçiyin hərəkət edilməsi imkanı yoxdur. Qoymazlar. Bir ayrısı budur ki, o adamlar ki çalışırlar nəkərə olsunlar, dedik o eşik amilləri sayırıq, içəri amilləri də sayırıq. Çox içəri amilləri sayıram. İnsanların özlərinə, dostlarına, ailələrinə, famililərinə, güvənləri, etimad və nəfsləri yox, etimadları yoxdur. Özgüvən, qorxu əsasında hamını düşmən görür. Mən özümdən deyim, mən məsələn, o zaman ki, qanun çərçivəsində İranda jurnalistlik edirdim, onunla belə ki, qanun çərçivəsində jurnalistlik edirdim, amma mafiyanı tanıdığım üçün tək bir yerə getməzdim. Ailədən, xüsusən biraz uzaq ailədən, ya dostlardan ki, bilirdim məmurdular, bir-ikisini deyərdim, gəlin gedək filan yerə. Ailəmə və ayrı dostlarıma da deyərdim, filan kəslərlə mən gedirəm filan yerə. Niyə? Onlara etimadım yoxdur. Onlar aparıb məni öldürə bilərlər. Amma onların yanında deyim ki, mən Həsənlə, Hüseynlə, Abbasla getdim filan yerə, bunlar məni öldürə bilməsinlər, zərəl vura bilməsin, bilsinlər ki, mən dedim kimlərlə gedirəm para. Evdə də hər sözü deməzdim. Uşağım var, 2 silli vurarlar, 1 şapalaq vurarlar, 1 qorxudarlar, qızım var, arvadım var, bunlar qorxarlar, danışarlar. Mən onları xətərə salamıram, onlardan gizlərdim fikirlərdim. Bu baxın, yəni elə eləyiblər ki, sən qorxursan evində danışasan, evində yazasan, evində fikir. Qorxursan yuxu görəsən.
ucadan danışaram mən yuxuda. Biri evimdə məmur olar, bir qonağım məmur olar, bir dostum məmur olar, məni tutarlar. Görün ictimada nə qorxu var? Toplumsal qorxudan danışıram. Mütəəssifانه camiə şinasi, rəvanşinasi, ictimaiyyat camiə şinasi, qorxu camiə şinaslığı İranda əslən danışılmaz. Necə ki mafya İranda bəhs olmaz. Türkiyədə mafya həm film mövzusudur, həm xəbər mövzusudur, həm təhlil mövzusudur. Amma İranda o şeydən ki danışılmaz mafyadır. O şeydən ki danışılmaz rəvanşinasi tərsi, qorxu psikolojisi, rəvanşinaslığı, ruhu, qorxu ruhu, qorxu tarixi, qorxu dövləti, qorxu yaşam, gizli yaşam və bunun siyasi, ictimai, fərhəngi, tarixi, ədəbiyyat təsiri, bunların təsirlərini heç kəs danışmaz. İqtisadda nə dərin təsir qoyur, əslində heç kəs danışmaz. O adam ki, qorxu tarixinə, qorxu kültürünə boyun əyir və məchul yazır, məchul danışır, məchul fəaliyyət edir, bu adamlar ətraflarındakı həmfikir adamlarına belə etimadları yoxdur. Mənim adım İnsaf Əlidir. Mən istəyirəm çalışam, gedirəm çalışam, Urmuc gölü haqda, ana dili haqda, iqtisadımız haqda, mədənlərimiz haqda, xaricərlərimiz haqda, xaricərlərimizin hüququ yaxşı olsun, dövlət kariməndlərinin hüququ yaxşı olsun, ədliyyəmiz ədliyyə olsun, zülmiyyə olmasın, ədliyyəmiz mafiyanın əli olmasın, müstəqil olsun. Fəaliyyət edirəm. Amma adımı da İnsaf Əli qoymuram, adımı qoyuram Günəş. Adımı qoyuram ilk, adımı qoyuram son, adımı qoyuram İcid. Bir ad qoyuram özümə. O adla dostlarım məni tanısınlar. Ailəm də belə yadından çıxadırlar ki, mənim hüviyyətim nədir? Məni məcburlar deyirlər ki, İcid. Hamı məni İcid tanıyır, heç kəs mənim adımı tanımır. Məsulam mən əslində. Əslində hüviyyətimi gizlirəm. Bu qorxu hizbilərdə də var. Hizbilər də dəqiqən məşrutədən sonra, yəni rəhmətli Şeyx Məhəmməd Xiyabaninin hərəkatının basılmasından sonraki Hizb-i Demokrati Azərbaycan deyə bir hizbi var idi. O hizbi basılıb qətliam olandan sonra hizbilər də adamlar çalışdılar. Əvvələn mən hizb deyiləm desinlər. İkinci hizbidə əgər gizlənib, hizbə girəndə adını ayrı ad desin. Ki əgər bir zaman bunun dostları tutuldu, desin ki, məsələn, İcid var idi, amma İcidin əhsi yoxdur. İcidin əcür tanıyacaq, İcidin sizillisi yoxdur. İcid adında adam yoxdur. Bəs biri budur ki, mən çevrəmdəki onlarla ki, əlaqədə oluram, onlara etimadım yoxdur. Deyirəm, bunlar dövlət adamlarlar. Bunlar mafyadılar. Bağışlayın dostlardan biri mənə tez-tez bir yazı yazır, ona mən bir cavab yazım tez. Tamam, bitti. Biri budur ki, mən camiədə yazılan, deyilən, ya öz fikirlərim və düşüncələrimə mütməyin deyiləm. Bu da اعتماد به اندیشه، عدم اعتماد به اندیشه خودی. Məsələn, ziddi vilayət-i fəqihi şüarının qabağında mən vilayət fəqihin müxalifiyəm, ziddiyəm da. Amma o da mənim ziddimə deyilir. Burada mən cəsarət eləyə bilmirəm, etimadım yoxdur öz fikrimə ki, bunu yazan, danışan, vilayət fəqih yəni diktatörü.
Yəni molla, Azərbaycan bunu bir şahın qışqırdı. Əmmamədən tac olmaz, Xümeynidən şah olmaz. Azərbaycanın bu şüarı idi. Əmmamədən tac olmaz, Xümeynidən şah olmaz. Azərbaycan bunu qışqırırdı. Amma o qışqırmaqdan sonra siz indi görün. Deyin ki, 10 dana məqalə yazılmış olsun geçən 40 ildəki desin, Əmmamən tac ola bilməzdi, Xümeynidə şah ola bilməzdi, niyə şah oldu, nə oldu, nədir oldu, şahına vilayət nə fərqi var, Əmmamə qoymaqla tac qoymağın nə fərqi var, biri başına palçar, yəni başına parçanı dolaşdırmaqla ya qızıldan bir şey qoymağın nə fərqi var, işte böyükdür da, biri qızıldan böyük qoyur, biri böyük qoyub başına, böyüklə böyükün nə fərqi var, nəmətdən böyük qoy, mitildən böyük qoy, kanfadan böyük qoy, yündən böyük qoy, ya dəmirdən böyük qoy. Nə fərq elə? Böyükün dəyişməyi ki, adın dəyişməyi ki, bir şey eləməz. Amma adamın özünün fikrinə də etimadı yoxdur. Dördüncü, bəlkə də 6-7-ci olacaqdır, çünki çoxları burada deyirəm. İnsan bilir ki, mən bir istismari və istimari şəraitdə yaşıram. Nə cür? Baxın, qədim Bərdə deyə, yəni qul. Nə idi? Bir də insanları dava edirdilər, ya zorla gəlirdilər, tuturlar, aparla bunlar bazarda satırdılar. Bunlar bilirdi ki, məni satdılar, bir nəfər mənə pul verdi, aldı, mənim bir sahabım var. Yəni bu cümlən bilir ki, mənim bir sahabım var, bu adamın dediğindən getməsəm, yaşamasam, bu adam məni vuracaq, döyəcək, ac saxlayacaq, öldürəcək. Qulluq beləsidir. Qulluq dövrü ya quldarlıq dövrü beləsi olubdur. İnsanlar o kötəyi yeməsin deyə, o paltarı giysin deyə, o yemağı yesin deyə, çox kötək yeməsin, az da çörəyi də kəsilməsin, zindana düşməsin, zindan ki, yox, döyülməsin, öldürülməsin, barmağı kəsilməsin, əli kəsilməsin deyə, deyir ki, mən bu şikəncəni getməyim, o şikəncəyə görə qəbul edeyim buna ki, mən qulam da. Qulluğu qəbul edir. Qulluq rəftarın mənimsi. Qulluq rəftarı nədir? Ərbaba gərək əylə. Ərbabın fikirdir, mənim fikrim yoxdur. Hər nə ərbab buyursa, ərbabı xudan sambılım əleykum, farsların varı daha. Dəqiqən o, sən nə desən ərbab, mən yoxam, nə var ərbabdır? Ərbab nə cür icazə buyursa, mən o cür oturacağım, duyuracağam, hara buyursa gedəcəyəm, hara buyursa getməyəcəyəm, nəyi danışacağam, nəyi danışmaqdan, kimi vuracağam, kimi vurmayacağam. Mən ərbabın əliyəm. Mən ərbabın ağzıyam. Ərbab istər danışaram, ərbab istər danışmaram. Ərbab istər vuraram, ərbab istər vurmaram. Ərbab da istər məni döyər də, sevər. Buradan o fikir gəlir ki, arvadı kişi döyər də, sevər. Bu da oradan, quldarlıqdan gəlir. Və bu günləri bizim camiəmizdə arvadlar quldur. Çünki arvadlar hamısı bu günlər bizim camiədə satılır. Bu bir vaqiyyət. O zaman ki, siz əslən qızınızı, arvadınızı kəbindən danışdınız, mehriyyədən danışdınız, cahazdan danışdınız, yəni ki, həm alan, həm satan ikisi də vəsətdə bir dənə malı qoyublar, satırlar. Mən dururam, dədənənəmi götürürəm, gedirəm bir qızı istirəm, elçi gəlmiş. Salam aleyküm, aleyküm salam. Mən sizin qızınızı, bizim oğlumuz sevibdir. Ya, bəli, oğlan gedər qıza elçi. İstirməyəm ki, bəlkə qız da gedər. Hələ birazdan görməmişəm bir qız elçi gedər. Ona görə də onu deyə bilmirəm. Bizim qızımız, oğlumuz sizin qızınızı sevibdir. Yəni, o sizin malınızı sevibdir. Elə bir danadır, bir öküzdür, bir eşgəkdir, bir paltardır. Qoyublar vitrinə. Biz də gedirik dükana. Dükanda ailədir. Bunların da neçə qızı var, bəlkə neçə oğlu var. Sizin uşaqlarınızdan birini bizim qızımız sevibdir. Yəni paltarlar satırsınız, ya məğazəzdə lobya satırsınız, nə bilim, maş satırsınız, buğda satırsınız, nə bilim, alma satırsınız. Onlardan bir neçəsini də bizim oğlan sevibdir. Birini sevib. Qiyməti neçədir? Yəni mehriyyəsi neçədir? Ağa, təvəllüdü, yəni doğum tarixi üzərinə şey alacaq.
Mehriye alır. Yox, ağa, nə xəbərdir? Biz familiyə birini tazalıqda verdik ərə, onuncu bir belə idi. Ağa, hələ mən şəmsini demirəm, milada alacaq. Yəni 2018-dir bu illəri. Biz 2018 qızıldan danışırıq. Ağa, istəmirik biz qızıla almaq. Gelirik ayrı adamın qızına. Baxın, rəsmən bir mühamilədir, adını qoymayaq, özümüzdə olamıyor. Rəsmən dədə, nənə, bacı, qardaş, famil bir qızı satırlar bir ayrı familə. Rəsmən. Və sonra da deyir ki, kim alıb, kim verib, yəni al apar, hələ mən sənə bu çəkirə verəm, ar apar, faydası görür. Olmaz qeytərərsən, qeytərəndə düşər bu işlər. Bəlkə də qeytərmədir, o qədər ağır qoyuram ki, qeytərə bilməyəsən malı. Amerikada, Kanadada nə deyir? Deyir ki, garanti verirəm, apar ki, 6 ay işlət, 1 il işlət, əgər olmasa qeytər malımı. Malımı mən paltarqurudan almışam, 1 il garanti alırdım. Dedi, bunu üstünə bir 100 dolar qoy, 4 illik, 5 illik al. Mən 100 dolar izafi qoydum, 5 illik aldım. 5 ildə bu xərab olsa qeytərəcəm özünü. Amma İranda belə arvadı alsan, ya kişini alsan, xərab çıxsa, onu qeytərə bilməzsən. Çünki o qədər ağır səndən cərimə istəyəcəklər, yəni pul istəyəcəklər. Borçlusan da, adam sənə çek vermişdi, bu çeki aparır, nəqd eləsin. Qızı satmışdı sənə. Sən də cahaz şərəf verəsən bunun qabağında. Dədənə, niyə də bir ağır ixtisar? Biz bunları danışmadığımız üçün camiəmiz, biz gərək fərqli görək, fərqli baxaq, fərqli düşünək. Çünki biz inqilabi bir camiə yaratmaq istiyoruz. Əgər biz istəyək İranlılar kimi, Farslar kimi baxaq camiəyə, ehtiyacı yoxdur baxaq. Əgər gəl ola biz onlar kimi fikirləşək, ehtiyacı yoxdur inqilab eləyək, çıxaq bir şey istəyək. Biz niyə istiyoruz hər şeydə? Çünki fərqli düşünürük, fərqli görürük, fərqli yaşamaq istiyoruz. Bu çox mühümdür. Hər insan ki, bərdə oldu, məsələn, o xanım bilir ki, mən ərimin sözündən gərək çıxmıyorum. Ərim desə, filan yerə getmə, getkinə gedərəm, getməsə getmərəm. Gizlin gedənlər özləri bilirlər, xiyanət edirlər. Ərləri bilsə, bunları başlarına oyun getirəcək. Buna deyirlər istismar, bərdidarlıq ya quldarlıq dövrəsi. Çünki o xanım, mən dediyim kimi gərək yaşayır. Mən, hətta o təfahüm sözündə bir şey var. İranda hamı ayrılır bir-birindən. Hamı deyir, təfahümümüz yoxdur. Niyə təfahümümüz yoxdur? Çünki bu iki danadan biri o birisinin sözünə baxmır. Təfahüm yeri bu ki, bu iki danadan biri çox təfahümü var. Ağa, sən nə buyursa mən ona qulaq asacağam. Ya kişi ya fərq eləməz. Mənim özümdə nə iradəm var, nə fikrim var, nə istəyim var, nə arzum var, nə bir şey, neysə. Mən külliyyətdə sən dediğinam. Bunun da adını qoyurlar eşq. Bu eşq deyil, bu quldarlıq dövrəsidir. Bu bərdədarlıq, bu istismar dövrəsidir. Biz şərait-i istismarida yaşamağımızı bilirik. Cəmi olaraq. Çünki görürük ki, biz nəfəs çəkənmirik. Belə deyəmirik, mənim vətənim Azərbaycandır. Mənim dilim türküdür. Yazır Ruznamdır, yazır Azəri. Azəri zəban. Türki zəban bəşdir. Yəni, kimliğim ki, mənim türkü, onu unuduram. Deyirəm, Türki zəban, yəni dili. Mən məsələn, indi Kanadalı yaşarım, Kanadalı deyirəm, məsələn, türk dilliyəm. Kanadalıyam, türk dilliyəm. Yəni, mən Kanadalı deyirəm əslində. Ya Kanadalı olsam da, dilim Kanadalı dil deyil. Mütəvəccüh olursunuz nədir oldu? Çünki mən türkü danışıram. Bunu deməklə, mən istəyirəm deyəm ki, məni xarici görməyin ha. Əslində o gərək səni xarici görə, sən gərək bilirsən ki, düşməndir. Sənə deyir ki, sən xaricəlisən, bura sənin vətənin deyil. Adam deyir, əvvəl mən İranı sevirəm, əvvəl mənim vətənim İrandır, sonra Azərbaycandır. Onu da onlar ki, istəyirlər desinlər, yox deyir, Atropatıqan, nə biləm, filan bəhman. Bu adam əslində bilir ki, bir dənə quvve qahirə müsəllət var. Hakim bir qudrət var.
ki o buranı işğal eləyibdir. Bu sözün xilafın iddia eləyəni tutur, vurur, kəsir, əsir, işin əlindən alır, işindən eşiyə salır, eləyə bilər əmvalını müsadirə eləyə. Bu adam bunu bülür içəridə. Ondan qaçmaq üçün bir Azəri zəban, Türk zəban, vətən İran, Farsı dil rəsmi dildir, biz elə onu görək. Yəni, bu bilir ki, bir Farsı dil var, bir Türkçü dil var və bilir ki, özü Türkdür. Amma bərdədir. Fikri baxımından, siyasi baxımdan, iqtisadi baxımdan bilir ki, mən bərdiyəm. Mən əşadi təbəqiyəm, mən əşadiyəm, ərbab yiyər, izafəsi qalsa mənə verir. Ərbab ciyər, izafəsi, köhnəsini verər mən ciyər. Pəs bu da bir istimarçılıq, müstəmirə olmaq toprağıdır. Mən iddia edirəm, bura mənim torpağımdır. Mən türkəm, mənim tarixim var, ədəbiyyatım var, mənim dilim var. Niyə mən bu torpaqda? Mənim dilim rəsmi deyil. Adam deyəmdir ki, ağa İranın 30 neçə dənə ustanı vardı. Bunların Azərbaycanda fars yoxdur. Azərbaycan iyalətlərində siz Azərbaycan şərqi, qərbi, Ərdəbildən tutun geçsiniz, Zəncanda, Qəzvində, Həmədanda biraz fars olsa olar məsələn. Qəzvində də azdan, çoxdan bəlkə olar. Amma bunlarda əsən fars yoxdur. Kürdistanda fars yoxdur. Şirvanşahda fars yoxdur. Kürd bölgələrdə danışıraq. Bəluçistanda bəlkə ərteş var. Ərteş şiası papasların ki, fars ola. Var, bəlkə var, bilmirəm nə qədər var. Türkmənistan-ı Cünubidə fars yoxdur. Ondan sonra gəldik, getdik. Qətən Əl-Əhvazda vardır. Doristanda azdan, çoxdan fars ola bilər. Baxın, bir çox iyalətlərdə, ustanlarda, ustan yox, iyalət fərqlidir. Çünki iyalət, məsələn, Azərbaycan, Türk yaşanan yerə bir iyalət deyirlər, Kürtlər yaşanan yerə bir iyalət deyirlər, Farsistana bir iyalət deyirlər, Bəluçistan bir iyalətdir, Ərəbistan bir iyalətdir, Türkmənistan bir iyalətdir. Bunların iyalətlər dil əsasına və din əsasına. Amma görürük ki, bu iyalətlərdə, ustanlarda bir çoxunda fars yoxdur. Amma hamısında istisnasız türk var. Həm də 10 nəfərdən, 50 nəfərdən, ərteşdən danışmırıq ha. Ərteşə bugün gələcək, filan yerə gedər. O hesab olmaz. Bəlkə o adamlardan daşır ki, orada yaşırlar, orada dölürlər, orada yüzlər ildə orada yaşırlar. Kəngər bəndərində Bəndər Abbasının ətraflarında, Bəndər Abbasda və Bəndər Abbasının ətraflarında o Xəlici Ərəb ya Xəlici Fars dedikləri yerdə ora Kəngər şeydi da, boğazı. Kəngər boğazında Türkçəsi Şah Abbas dövründən, Səfəvi dövründən oranın adı Kəngərdir. Kəngər dövründən bu məntəqənin bir çox insanı, yəni 500 ildir, 500 ildən də çoxdur, türk yaşır. İndi hangi dil rəsmi ola bilər? O dil ki, 31 ustanın içində heç olmasa 25-ində yaxud ki, 10-unda yoxdur. O rəsmi ola bilər, yox, o dil ki, hər 31 ustandə var. O rəsmi ola bilər. Bu istimari şəraiti biz bilirik. Mən istirdim ki, vallah buna bir 19 dana, 20 dana şeyi yazmışdım və vəsətdə də hərdən bir şey düşür yadıma, onları sizə deyəm. Amma görürəm ki, 50 dəqiqə, 51 dəqiqədir biz burada şey edirik, danışıram. İcazə buyursaz elə burada sözü kəsim, qalsın gələn bərnaməyə. Gələn bərnamədə buradan idamə verərik ki, bu qorxu şəraiti nədir? Bir qıssa ara verək icazənizlə. Bir qıssa aradan sonra
xəbər yazmaq bölümü ilə xidmətinizdə olacağam. Buyurun.